Hər kəsi salamlayıram. Deməli, izləyicilərimizə bir dənə gözəl evlə gəlmişik. 15 sotun içərisində 2 mərtəbəli. Gördüyünüz kimi həyətin bayırında qarajı mövcuddur. Jaluzla idarə olunur, puçla. Bu isə böyük darvazası. Evimizin həyətinin qarşısında maşın saxlamaq üçün yeri də mövcuddur. Küçəsində keçid edək evimizin həyətinə. Deməli, həyətimiz 15 sotdadır, hörmətli izləyicilər. Daxil olduqda gördüyünüz kimi belə bir naves qarşılayır bizi. Yəni rahatlıqla bu həyətə 4-5 maşın daxil olur. Burada isə manqalxanası mövcuddur. Burada bağı bağçası gördüyünüz kimi həyətində gözəl meyvə ağacları da mövcuddur. Burada sanitar qovşaq, 2 ədəd kladovkası, buradan isə qarajından çıxış. Evimizin hər iki tərəfi də hörmətli izləyicilər yoldur. Onu da sizin nəzərinizə çatdırım. Basensi dediyim kimi 2 mərtəbəli ev. Ümumilikdə 7 otaqdan ibarətdir. 7 otaqdan ibarətdir evimizin qarşısı gördüyünüz kimi. Burada belə bir gözəl, böyük basensi mövcuddur. Gördüyünüz kimi. Bu itləri də hədiyyə verəcəm. Alan şəxsə bu çubuqları hədiyyə verəcəyik. Bunlar bezdirdi bizi. Burada isə hörmətli izləyicilər, bisetkasıdır oturdurmaq üçün həyətində. Gördüyünüz belə bir gözəl yer. Keçid edək evimizin içərisinə. Belə bir evimizin altı balkondan ibarətdir. Burada da həmçinin oturub durmaq olar, gözəl evimizin arxa altında. Deməli, buradan daxil oluruq evimizin içərisinə. Daxil olduğunda koridor sistemində də evdə bütün istilik sistemi kombidir. Buradan 2-ci mərtəbəsinə çıxışdır. Sağ tərəfdə isə 1-ci mərtəbəsi. Belə bir gözəl qonaq otağı qarşılayır bizi. Gördüyünüz hər bir şey evdə qalacaq. Sağ tərəfdə mətbəx otağı. Evimizdə paket kupsadır, hörmətli izləyicilər. Burada 1-ci yataq otağı, 1-ci mərtəbəsində olan kladovkası da gördüyünüz kimi. 1-ci mərtəbəsində olan sanitar qovşağı gördüyünüz kimi. Əlüzyum otağı. Sağ tərəfdə sanitar qovşaq. Bura isə hörmətli izləyicilər, parnoyu gördüyünüz kimi. Burada isə parnoyxana